Hər kəsə salam. Bugün çox sevdiyim və sevərək hazırladığım çox ləzzətli borşun hazırlanmasını sizlərlə paylaşacağam. Keçək hazırlanmasına. Əvvəlcə sümüklü dana ətinin üzərinə su əlavə edib bişməyə qoyuram. Xırda kələmin yarısını incə-incə doğrayıram. Ət qaynamağa başlayanda üzərinə yığılan kəfi yığıram. Sonra bir ədəd böyük soğanı xırda-xırda doğrayıram. Bişənə yaxın ətə biraz duz əlavə edirəm. Borşu bişirəcəyim qazana bir xörək qaşığı kərə yağ əlavə edib soğanları qovururam. Üzərinə sümüklərindən ayırdığım ətləri əlavə edib 2-3 dəqiqə soğanla birgə qovururam. Ətlə soğan qovrulana qədər 2 ədəd kartofu kub-kub doğrayıram. Kartofları da ətlə soğanın üzərinə əlavə edib biraz qovururam. Sonra üzərinə bir dolu xörək qaşığı tomat pastası əlavə edirəm. Doğradığım kələmi də bura əlavə etdikdən sonra ətin suyunu da süzgəcdən keçirərək əlavə edirəm ki, içində sümük qırıntıları qalmasın və qarışdırıb qapağını örtüb bişməyə qoyuram. Tavaya biraz kərə yağ əlavə edib rəndələdiyim kökü və sonra çuğunduru bura əlavə edirəm. Çuğundurun bir hissəsini isə sonda borşa əlavə etmək üçün saxlayıram. Köklə çuğunduru 2-3 dəqiqə qovurduqdan sonra qazana əlavə edirəm və üzərinə duz, istiot, acı şirin qırmızı biber və dəfnə yarpağı əlavə edib orta odda 5 dəqiqə bişirirəm. Sonda isə çuğundurun qalan hissəsini də üzərinə əlavə edib 2-3 dəqiqədə bişirib ocağı söndürürəm. Bu cür etdikdə borşun rəngi qırmızı olur. Üzərinə doğradığım cəfəri və şüyüdü əlavə edirəm. Borşumuz artıq hazırdır. Kanalıma abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Sağ olun, sağlıqla qalın.